Dadaşbala o pəltəkliyi eləməsəydi, səhnədə pəltək kimi kekələməsəydi, tamaşaçını daha ilə güldürə bilərdi? Tamaşanın da tamaşaçı qalmaqla güldürəsək, tamaşaçı elə axtarırdım ki, nə ola bilər ki, tamaşaçı gülsün. Amma əks təqdirdə gülməyəcəkdilər. Gülməyəcəkdilər, orada gülüşlü bir şey yox idi axı. Mən bunu gülmək üçün eləmədim, mən bunu bir tip kimi elədim ki, yəni bu qorxacaqdır, belə olub, bu da bir obrazda. Quru heç nə çıxmaz. Axırda da Şəmsi gəldi, köpək şamı, belə əsər qoymamışam, vicdanınız yoxdur, sözün küsüb çıxıb getdiniz çəkiləndə. Amma bunun haqqında çox söz-söhbət var idi rejissura tərəfindən başlayanda ki, sən çəkildiysən. Olmasa bir çəkildənməz axı, burada belə şey yazılmayıb diyor. Deyirdim, yox, bilirsiniz, Şəmsi müəllim. Bu, ona görə çəkildiyi ki, qorxacaq, qorxu pul məsələsindən, burada xorey məsələsi, şeydir də, poverlər, işləyirlər, bunlar pulu bundan çıx. Qorxu buna görə gecə yatı durmaydı. Qorxudan bunun hərdən bir dili pərt edir.